Salamlar, vaxtınız xeyir olsun. Mən Abdüzən Lakşin, insan psixologiyası metodisti. Bugünkü mövzumuz ondan ibarət olacaq ki, bu psixoloji xəstəlik eynilə obsessiv kompulsiv pozuntu kimi biraz daha dərində, hansı ki, bu bipolyar xəstəlikdir ki, iki qütblü mənası gəlir ki, həmin insanlar daha çox dəyişkən xarakterdə yaxud dəyişkən emosional formada olurlar. Baxırsan ki, bu gün ərzində deyib gülən insan axşam qəm, qüssə, kədər, mənfi ifadələr, emosiya sıfır, heç öldü. Günorta olan, belə deyək, bu insan deyil, yaxud tərsinə. Gecə deyib gülür, günorta qəm, qüssə, kədər içində. Və nəticədə də bu xəstəliyi müalicə olunmadığı təqdirdə zəncirvari bir-birinə bağlı, obsessiv kompulsivlə bağlıdır. Həmçinin onda əlavə şizofreniya da gətirib çıxara bilər və s. və ilə. Və sonda da bu xəstəliklərin daha qabarıq fazası ən sonda lorda zəhara dirənir. İnsan artıq cəmiyyət daxilində bütün iş, şəxsi həyat keyfiyyəti, insanlar, hər şeylə, canlı, cansız gördüyün obyektiv nə kimi varlıq, insan, ətraf mühitlə bütün əlaqə kəsəndən sonra, yəni rus dilində siviyaz, Azərbaycanda bütün əlaqə kəsildi, bitdi və heç kəslə ünsiyyət qurulur və nəticədə sən dəlisən, xəstəsən, sən gicsən kimi ifadələr ətraf mühit daxilində ki, bu da əldimin başını bıraq kimi loru şablon və yaxud qeyri-təhqiredici söz kimi ifadələr səslənir, artıq sən pis olursan. Çünki bu xəstəliyin ən azından üstünə düşmədiyi təqdirdə zamanla keyfiyyət fazası dəyişir. Belə. Çalışmayaraq bir xəstəniz olduğu hiss etdiyiniz təqdirdə psixoloq yaxud psixiatristi gedin. İmkanı zəif olan şəxslər ilə təbii ki, video çəkilərə baxsın, yararlanmayacaqsınızsa, bunu bu xəstəliyi ortaya çıxarmağa bacarmayacaqsınızsa, itirən siz olacaqsınız. Seanslarımız əyani və online şəkildə həyata keçirilir. Qoşulmaq istəyənlər şəxsi mesaj verməsi məlumat verə bilərlər.